Bu günləri ev limonada hazırladım. Çox dadlıdır. Mağazada satılan sərin içkilərdən çox dadlı, faydalı və içində bilirsiniz ki, heç bir kimya olmadan ev limonada hazırladım. İftar süfrələrinizdə inşallah hazırlayın. Çox dadlıdır, çox sevəcəksiniz. Limonadı hazırlamaq üçün 2 limon lazımdır. 2 stəkan şəkərdir, amma hərəsi 100 qram 100 qramdır. Hər limona 100 qram şəkər gedir. 2 litr də suda. Keçək hazırlamağına. Limonları doğrayıram. Bu hissələrini tullayıram. 4 hissəyə bölürəm ki, blenderdan rahat olsun əzilməyi. 2 limonu bu şəkildə doğrayıram və tökürəm blendera. Doğradığım limonları tökürəm blenderin qabına. Dediyim kimi, hər bir limona 100 qram şəkər tökürəm. Burada 2 limon olduğuna görə 200 qram şəkər əlavə edirəm üzərinə. Abunə butonuna basmağı unutmayın. Hazır oldu. Baxın, belə bu şəkildə alınır. İçinə su əlavə etməmişəm. Yəni su əlavə etməyin hələ ki. Kim istəsə bu şəkildə içinə su əlavə olmadan sadəcə limon və şəkəri qatışdırıb bu şəkildə soyuducuda saxlaya bilərsiniz. İstədiyiniz qədər. Lazım olanda istifadə edə bilərsiniz. Soyuducuda xarab olmur. Ağzını bağlayın, qoyun soyuducuya. Mən qaba tökdüm. Sizlərə göstərmək üçün də, yəni qabda tökür, necə soyuducuda saxlaya bilərsiniz. Mən bunu indi istifadə edəcəm. Bu qədəri, yəni 2 litr su ilə. İnşallah olacaq çox dadlı limonad. Tökürəm bir qaba. Qaba tökməyimin səbəbi o idi ki, sizə göstərmək üçün. Yəni qab batırmadan çox tez hazırlanır. Bunun da üzərinə 2 litr su əlavə edirəm. 1 litrini tökürəm. Və 2. Yatışdırırıq. Su əlavə edəndən sonra. Baxın, rəngi də çox qəşəngdir. İstəsəz belə də qala bilər. Yəni mən həmişə sadəcə olaraq buna təzə dəm qatıram. Təzə çay dəmləyirəm, soyuduram və onu bura əlavə edirəm. Olur soyuq çay. Yəni çox dadlıdır. Yəni içənlər də çox bəyənib. Ona görə mən bura təzə dəm əlavə edirəm rənginə görə. Rəngi dəyişildi. Çox qəşəng, çox dadlı, soyuq çay olur. Çox dadlıdır. Sadəcə olaraq dadına baxa bilmirəm. Yəni dadını bilirəm. Bunu illərdir hazırlayıram və bizə gəlib içənlər çox bəyənib. Reseptləri ilə də paylaşmışam. Hazırlayırlar, içirlər. İstədim ki, sizlərlə də paylaşım. İnşallah bu Ramazan ayı siz də bunu hazırlayın. Susuzluğunuzu bununla yatızdırın. Yəni çox sevəcəksiniz. Çox tez hazırlanır və çox faydalıdır. Mağazindən alan içkilərdənsə tərkibi nədir bilmirsiniz. Amma bunusa özünüz hazırlamısınız. Çox qəşəng alınır. Bunu siz apelsinlə də hazırlaya bilərsiniz. Yəni portakalla. İkisi də, iki cürəsi də çox ləzzətli, çox dadlı olur. İnanılmaz. Hazırlayın, qoyun soyuducuda sərin-sərin için. Nuş olsun.